günah. Soruşurlar ki, niyə ağ? Ümumiyyətlə, niyə ağ? Yəni, Nahidə xanım ümumiyyətlə ağ istəyir. Ağ olsun. Amma kostyum şalvar olsun. Amma kostyum şalvarla olsun, başqa Çünki yox. mən özümü onda daha rahat istəyirəm. Onda özünü çox rahat istəyir. Hara gedir? Efirə gedəcək də. Səni axtarıram. Səni axtarıram. Bilmirəm, Nahidə xanım deyəcək, yoxsa yox. Soruşurlar ki, neçə uşağı var? O soruşmasınlar. Deyir, onu soruşmasınlar. O Barışıb xanımlar. hər bir vətəndaşın öz şəxsi Bəli. məsələlərinə xahiş edir. Deyir ki, soruşmasınlar neçə uşağım var. Ha, uşağın var? Yoldaşı ilə soruşurlar ki, harda tanış olub. Yox, onu da deyirəm. Onu da demir. Kefi niyə pozuldu? Nəsə dedilər, onun kefi pozuldu. Yox. Dedilər ki, forsdan sonra gör kefin pozuldu. Dedilər, biraz özünü forsayır. Belə nazar çəkən xanımlardan deyirəm. Çox saf xanımdır, mehriban xanımdır. Oradan belə görünür. Çox sadə, mehriban. Amma biraz çox ciddi bir insana. Yəni heç kim mənə yola getmir. Bir dənə mənə yola gedən ancaq həyat yoldaşımdır. Şəfək xanımın üzünü göstərin. Buyurun. Gözəllər, gözəl. Bunlar mənim üçün baba bu dırnaqlar var. Bəli, onda bu da var. Bunlar mənim üçün xoş şeydir. Bu həyatda. İnsanın ürəyi təmiz olsun, qəlbi gözəl olsun. Əsas da insanda can sağlığı olar. Ay, sağ ol. Nahidə çox yaxşı qızdır. Təşəkkür. Allah sizdən razı olsun. Yazıblar. Şəfək xanım yazırlar ki, Allah sizdən razı olsun. Mənim şəxsən Yazırlar, Allah Şəfək xanımdan razı olsun. Çox sağ olun. Deyilməz. Mənim evimə belə xanımlar gələ bilər, Xoşqədəm xanım kimi xanımlar gələ bilər. Sadəcə olaraq savadsız xanımlardan mən uzaqam. Yəni, savadsız xanımlardan uzaqdır, ancaq savadlılar. Bəli. Nahidə xanım xoşlamır da çox şəxsi suallar. Bürcüvü soruşurlar Nahidə. Təşəkkür edirəm. Səhər axşamdan buradan gedəndə yatdım, ukladka dağıldı. Dedilər ki, səhərə kimi yatda. Mənim evdə makyajım da var. Burada gördüyün ləvazimatlar da var, salonda gördüyünüz. Ona görə də mən heç kimin bir malından, bir mülkündə gözüm yox. Bəli, bəli. Nəyim var, hamısı özümündür. Mənim evimdə də var, gelib baxa bilər. Sadəcə olaraq xanımlardan deyiləm. Allah heç kim ayırmasın. Yazılar, Allah heç kimi ayırmasın. Amin Allahdan. Ağ kostyum altında axşama xanım geyinəcək, ağ şalvar, ağ kofta, bir də ayaqqabı. Ayaqqabı kim hədiyyə eləmək istəyir ağ rəngində belənçiyinə? Ayaqqabı da bu belə olsun ancaq, başqa cür yox. Bu da bizim gözəlimiz. Mən də çox deyə lazım eləmişəm. Nahidə xanım. Geyinsə yaxşı, boş. Ayağı görünməsin. Bir də belə deyil də belənçi. Şəfək xanımın mimikaları. Şəfək xanımın deyirlər mimikaları. Bir də ağlımda da belə istəyir. Gözəl. Amma vaxtımız yoxdur da evdən gələk götürək ona görə. Yazırlar ki, bu xanımı çox sevirik, Şəfək xanımı. Çox sağ olun, mən də sizi sevirəm. Çox təşəkkür edirəm. Şəfək xanım çox gözəl, mehriban, səmimi xanımdır. Həqiqətən də. Onu yerləşdirə bilməmi, oxutuca qutarmırdı, çox xoşum həqiqətən. Keyfim də yox idi, keyfim elə açıldı ki. Mən yanında həmişə pozitiv verə bilərəm. Düzdür, Nahidə həmişə insan üzünü güldürür. Həqiqətən də çox pozitiv xanımdır, mehribandır. Yox, sizə o qarşı ola bilərəm, başqalarına ola bilməm. Bizlə belədir, başqaları ilə ola bilməz. Bəli, belə xanımlarla üz-üzə gələ bilərəm. Amma bizi çox istəyir, biz də onu çox istəyirik. Amma bəzi xanımları görəndə özü yaxşı bilir, bəzi xanımları görəndə özü uzaqlaşır, hə. Sən yekə xanım var, sevmirsən? Bəli, sadə insanlar, öz kimi sadə insanlar istəyir. Sizə kimi xanımlara böyük hörmətim var, sadəcə olaraq özü bilir ki, hansı xanımlardan söhbət edir. Ay, sağ ol. O içimizdə də bəzilər var, onlar da qınamıram, amma onlar da mənə kimi biraz savadlı olsaydılar, yaxşı olardılar, alət tərbiyə. Yox, ölürəm. Normal otur. Baş var xeyli. Nahidə soruşurlar ki, Nahidə Günel ticarətdə işləmək istəyir. Xeyr. Xeyr, işləmək istəmir orada. Mən Allaha şükür işləməyə ehtiyacım yoxdur. İşləməyə deyir, ehtiyacım yoxdur. Nə gözəl. Xeyr olsun. Bu mənim üçün bir dənə böyük bir bəxtdir ki, gətirib Allah Taala çıxartdı. Xoşqədəm xanımın qabağına. Və Şəfək xanımın. Xoşqədəm xanımın sən qədər qədirin bilərək indiyi kimi olmamış. Düzdür, düzdür. Vallahi. Mən bilirəm, vallahi baxıram.
O istəsə o bu verilişi sən axtaran verilişini istəsə gedib Türkiyədə də eləyə bilər, aça bilər. O verilişi orada da, amma öz vətənini sevdiyi üçün, insanlarını sevdiyi üçün, Azərbaycanı öz vətəni doğma bildiyi üçün ona görə bu verilişi burada aparır. Başını yanacaq bu dəqiqə, sakit yan. Mimikalar elə bir. Bu dəqiqə yanacaqsan. O istəsə Türkiyədə. İçəcəm, sən hazırlar, gələcəm. Türkçə danışır, çünki xanım orada yaşayıb da, ona görə Türkçə danışır. Boşluq var deyə, mən anam... Dil öyrəşir də uşaq getdikcə. Mən niyə belə oldum? Boşluğa görə mən işləyə bilmirəm. Naidə xanımın qaşları da yeni olunub, yəqin ki, gördünüz. Özü nə deyib, o olub. Özü yanı necə istəyir, elə olunub. Deyirdi ki, bundan da nazik, ruçka kimi çəkdirmək istəyirdi. Mən axırda oy dirənmişəm ki, olmaz. Normal bir qaş eləyirəm, nə deməyəcəm? Amma yenə də mən makiyajda biz qaşını geçən düzəldəcəyik olsun. Qartını yatmalı belə. Qaçsın. Naidə